Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə çökməli düz naxışı toxuyacağım. Çox asan və sadə bir naxış olduğu üçün bunu istənilən layihələrinizdə siz də tətbiq edə bilərsiniz. Mən ən çox bu naxışı şərflərə daha çox yaraşdırıram. Sadə naxış olduğu üçün tez toxunur. Bunun naxış növünü fərqli də etmək olar. Düz, tərs və yaxud da bir düz, bir tərs. Əgər siz şərf toxuyursunuzsa, bunun bir çox nümunə kimi naxışları var. Mən burada sadəcə olaraq düz naxış ilə toxuyub göstərəcəm. İstədiyiniz sırada, istədiyiniz qədər düz naxış toxuya bilərsiniz. Mən ilk sıranı toxudum. İkinci sırada artıq başdakı ilməni toxumadan alıb digərlərini toxumaya davam edəcəm. Sona qədər bu şəkildə davam edirəm. Sadə düz naxış olduğu üçün. Burada toxumağa davam edib 4 sıra düz toxumuşam. İstəsəz bunu 5 sıra, 6 sıra istəyə görə bu sıranı siz çoxaldır bilərsiniz. Nə qədər istəsəz o qədər tuta bilərsiniz bu sıranın sayını. Demək burada necə toxuyuruq? Gördüyünüz kimi ilk ilməni alıram, daha sonra bir düz toxuyuram. Daha sonra ipimi 2 dəfə iynəmə dolayıb bir düz toxumağa davam edirəm. Hər dəfə bir düz toxuyub 2 dəfə dolayıram. Bu şəkildə sıra sonuna qədər davam edirəm. Sıra sonuna isə yalnız tərs ilmə toxuyacağım. Sondakı ilməni tərs olaraq toxuyacağım. Maraqlı bir naxışdır. Çox sadə və tez toxunan naxışdır. Mən belə naxışları daha çox sevirəm. Şərflərə də yaraşır. Yeni başlayanlar üçün rahatlıqla öyrənə biləcəyi və toxuya biləcəyi bir naxış növüdür. Əliniz bu şəkildə naxışlara yatsa, daha sonrasında bu atma olan ilmələri gələcək layihələrdə görəcəksiniz ki, daha asanlıqla toxuyub çıxara bilirsiniz. Yəni bu atma ilmələri idarə edə biləsiniz.
Sıra sonuna gəldim. Yenə 2 dəfə dolayıb bir düz toxuyuram və sonuncu ilməni isə tərs toxuyuram. Burada məqsəd kənarlarının səliqəli və düz şəkildə görünməsi üçündür. Bunu keçən videolarımda göstərmişdim. Daha sonra bəs bu sökməli hissəni necə edirik? İlk ilməni toxumadan alıram. Düz toxuduğum üçün ən sonuncunu onu da toxuyuram. Daha sonrasında atmalı olduğum ipləri, ilmələri sökürəm. Bu şəkildə buraxıram, toxunmayaraq. Yenə 2 dənə atmalı olduğum ipi bu şəkildə çıxarıb, digər toxuduğum ilməni isə düz toxumağa davam edirəm. Bu naxışda sökülmüş effekt kimi görsənir və sanki naxış toxumanız uzanıbmış kimi görünəcək. Sıra sonuna qədər bu şəkildə davam edirəm. Burada artıq naxışdan sonra bir sıra toxudum. Özünü tez bir şəkildə göstərən bir naxışdır. Davam edirəm ikinci sıraya toxumağa. İlk ilməni çıxardıb yenə düz olaraq toxuyub sona qədər bu şəkildə davam edəcəm. Yenə də deyirəm, istəsəz başqa naxışda da toxuya bilərsiniz bunu. Bir düz, bir tərs, 2 düz, 2 tərs və yaxud da düz, tərs, fərqli nümunələrlə siz də toxuyub mən burada biraz da davam etmişəm. Hətta 2 sıra toxumuşam. 2 sıra, yəni 2 dəfə düz naxış toxumuşam. Yenə davam edirəm. İkinci dəfə artmaları edib sökmə hissəsini yaratmağa.
Sonuncu ilməmi də toxuduqdan sonra budur, artıq naxışım özünü göstərib və bu şəkildədir. Videoya baxdığınız üçün təşəkkür edirəm. Ümid edirəm faydalı bir layihə oldu sizlər üçün. Belə videoların davamı üçün kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək